Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bu videoda mən sizə 2025-ci il Abituriyent 1 jurnalında birinci qruplar üçün yazılan model testlərin ətraflı izahını verəcəm bu videoda. Birinci çalışmamız necədir? Birinci çalışmamız x kvadrat çıxılsın 5x üstəgəl 1 bərabərdir 0 olarsa, deyir bu ifadənin qiymətini tapın. Mən də bu ifadəni bir də yazmıram. Buradan yazırıq. X kvadrat çıxılsın 7x-i mən yazıram. X kvadrat çıxılsın 5x üstəgəl 1 surəti. Burada 7x olduğundan çıxılsın 2x. 12 olduğundan üstəgəl 11 də yazıram burada. Məxrəcdə eləyir x kvadrat çıxılsın 5x-dir. Üstəgəl 6-dır. Bunu da 1 üstəgəl 5 yazırıq. Bölmə olduğundan vurmaya çevirsək. Vurmaya çevirəndə məxrəc yuxarı qalxır. Onu da x kvadrat çıxılsın 5x üstəgəl 1 hissəsini ayırıram. Burada üstəgəl 2x olacaq. 1 olduğundan, bura 2 olduğundan burada 1 əlavə eləyirik. Məxrəci surətdə yazdıq. Bunu da məxrəci x kvadrat çıxılsın 5x üstəgəl 1, 6 olduğundan üstəgəl 5-i də yazdıq. O da bərabərdir. Biz də bilirik ki, bunlar 0-dır. Bu da 0-dır. Bu da 0-dır. Bu da 0-dır. Onda yazacaq ki, 0 olduğundan 11 çıxılsın 2x. Burada qaldı 2x üstəgəl 1. Burada məxrəcdə qaldı. Bu da 0, 5, 5, 25 oldu. Bu da bərabərdir. Bunu vurub sol 22x. Çoxaldıya var. Üstəgəl 11. Çıxılsın 4x kvadrat. Çıxılsın 2x. Məxrəcdə də 25. O da bərabərdir. Mənfi 4x kvadrat. 22x-dən 2x 22x elədi. Elədi üstəgəl. Nə edəcək? 22x. Mənfi 4 çıxanda x kvadrat çıxılsın 5x qalır. Burada da 1 qalmaq üçün üstəgəl nə edək? Üstəgəl 1 eləmək üçün çıxılsın 4 yazaq. Surətdə 15 eləməlidir. 11 eləməlidir. 11 eləmək üçün bura 15 yazmalıyıq. Toplayanda 11 eləsin. Burada da 25. Burada da mənfi 4-ü mən mötərizə xaricinə çıxarsam, burada da x kvadrat çıxılsın 5x, üstəgəl 1 alındı. Üstəgəl 15 alındı. Burada da 25. Biz də bilirik ki, bu 0-dır. Onda nəyə bərabərdir? 20-də 25-də 15-ə. 25-də 15-dirsə, 5-ə ixtisar getsə, 5-də 3 qaldı. Yəni 0, 10-da 6. Deməli, birinci məsələnin cavabı elədir 0, 10-da 6. Bunu həll elədik. Keçək ikinci məsələyə. İkinci məsələmiz isə faizə aid məsələdir. Deyir, 20 faizli məhluldan 40 qram su buxarlandıqdan sonra 20 qram duz əlavə edilərək 50 faizli məhlul alınmışdır. Əvvəlki məhlulda olan duzun miqdarını tapın. Məhlul olsun x qram. Məhlul. 20 faizlidir. Bunun daxilində deməli bu 20 faizlidir. 40 qram məhluldur, 20 faizlidir. Deməli bunun daxilində 0,2 x duz var. Deyir 40 qram su buxarlandı, 20 qram duz əlavə edilir. Deməli sonrakı məhlulda 20 qramda artıq duz oldu. Cəmi oldu bu qədər. 20 qram əlavə duz. O da bərabərdir. Deməli, məhlul 40 qram buxarlandı suyu, üstünə də 20 qram duz əlavə elədi, sonraki məhlul ümumi oldu bu. Bunun da 50% olduğundan, yəni bunun 50% duzdur. Deməli, bu duz elə bu duza bərabər olacaq. Buradan da 0,2x üstəgəl 20. Burada da bu elədi x min çıxılsın 20 elədi. Vuranda 0,5-ə 0,5x çıxılsın 10 elədi. Buradan da 0,3x bərabərdir 30. X də bərabərdir 30-u bölürük 0,3-ə. Nə elədi? 300-ü 3-ə 100. Bu deyir ki, məhlulda olan duzun miqdarını tapın əvvəlki məhlulda.
300 qramdır. 100-ün də 20%-dir. 0,2-yə vursuq nəyə bərabər elədi? 20 qram duz. Deməli, bunu da həll edib qutardıq. C bəndi. İndi sizlə keçirik 3-cü çalışmanın həllinə. 3-cü çalışmamız isə belədir. Deyir ki, AB, CD düz xəttləri deyir paraleldir. Bu buna paraleldir. Bu da bunlara paraleldir. C ilə D ilə Y də paraleldir. Deyir ki, nəyə tapın? Onlar bu şərtlər ödənərsə, bucaqlar da verilir fi, gamma, beta, alfa. Deyir, nəyi tapın? 2 alfa çıxılsın beta üstəgəl 2 gamma çıxılsın fini deyir tapın. Biz də bilirik ki, iki düz xətt paraleldirsə daxili bitərəfli bucaqların fi ilə qammanın cəmi fi üstəgəl qamma bərabərdir 100. Daxili bitərəfli bucaqların cəmi 180-dir. Burada da beta ilə alfa daxili bitər. Alfa üstəgəl beta da bərabərdir 180-dir. Biz də bilirik qamma ilə beta paralel olduğundan çarpaz bucaqlar qamma betaya bərabərdir. Alfa da beta da uyğun tərəfləri paralel olan bucaqlardır. Bunlar da bir-birinə paraleldir. Alfa bərabərdir fiyə. Bu şərtlərdən istifadə edib yuxarıdakını tapmalıyıq. Biz də bilirik ki, mən burada qammanın yerinə nə yaza bilərəm? Beta. Fi'nin də yerinə nə yaza bilərəm? Alfa. Yazsaq, onda nə olacaq? Bu ikisindən 2-ni çıxarsam çölə, eləcək alfa üstəgəl beta olacaq. Qammanın yerinə beta yazdım. Burada da mənfi beta, bu da mənfi alfa. Mənfini qırağa çıxarsam beta üstəgəl nə elədir? Alfa. Biz də bilirik alfa üstəgəl beta 180-dir. 180-dir. Hamısı alfa üstəgəl betaya gəldi. 360-dan da 180, 180. Cavab elədi 180 dərəcə. Deməli, bu məsələni də, üçüncünü də həll eləmiş olduq. İndi keçirik sizlə 4-cü çalışmanın həllinə. 4-cü çalışmamız necədir? Deyir, A həqiqətədir üçün ifadəsi ən kiçik qiymətin alırsa, 5 çıxılsın 7 ifadəsinin ən böyük qiymətini, ifadəsinin böyük qiymətini tapın. Deməli, bu ifadə cüt dərəcədən 4-cü A kvadrat çıxılsın 9 üstəgəl 11 ən kiçik qiymətin alırsa, bu nə olmalıdır? Bu olmalıdır, ən kiçik qiyməti bu nə eləyəndə? Cüt dərəcədən bərabərdir 0 ola bilər. Onda böyük bərabər olacaq 11 həmişə. A kvadrat çıxılsın 9 da nə vaxt 0 eləyəcək? A kvadrat çıxılsın 9 da bərabərdir 0. A kvadrat bərabərdir 9. Orada da A bərabərdir plus minus 3 eləyəndə. Bizdə də deyir, A ifadəsi üçün ən kiçik qiymət alar. Ən kiçik qiymət alar ifadəsinin bu A deməli plus müsbət mənfi 3 olanda bu ifadə özünün ən kiçik qiymətini alır. Amma 5 çıxılsın 7 A deyir ən böyük olsun. A-nın bu qiymətlərdən biri. Biz də bilirik müsbət 3 yazsaq kiçik olacaq, mənfi 3 yazsaq ən böyük eləyəcək. O da bərabərdir 5 çıxılsın 7 vurulsun mənfi 3. Nə elədi? 26. 21 üstəgəl 5, 26. Deməli, mənfi 3-də ən böyük elədi. 3-də eləyəcəkdi mənfi 16. Deməli, 26 elədi. Cavab 4-cünü də həll eləmiş olduq. İndi keçirik 5-ci çalışmanın həllinə. 5-ci çalışmamızda nə deyir? Deyir, x1, x2, 5-ci çalışma. Ax kvadrat üstəgəl bx üstəgəl c tənliyinin kökləridir. x1, x2. Və c üstəgəl bx1 yəni kökləridir. Deyir, böyük bərabər kökləridir x1, x2. Biz də bilirik, bərabərdir bu eləyir mənfi a şərti ödənir. C üstəgəl bx2 nəyə bərabərdir? Mənfi 4a. Mənfi 4a şərti ödənir. Bu iki şərt ödənir. Biz də bilirik, viet kökü varsa kökləri x1, x2 vietə görə
x1 plus x2 mənfi b bölünsün a-dır. x1 vurulsun x2 nəyə bərabərdir? C bölünsün a. Amma bizdən nəyə soruşur tap? Deyir ki, tənliyin köklərinin kvadratları cəmini tapın. Biz tapmalıyıq x1 kvadrat üstəgəl x2 kvadratı tapmalıyıq. Biz də bunu bilirik ki, həmişə bu toplama ilə hasilə gətirə bilərik. x1 üstəgəl x2-nin kvadratı çıxılsın 2x1 x2. O da x1 üstəgəl x2 mənfi b bölünsün a-dır, kvadratda b kvadrat bölünsün a kvadratdır. 2-ni də c bölünsün a-ya vuranda 2c bölünsün a elədi. Bunlara da orta məxrəc tapsaq a kvadrat elədi. B kvadrat çıxılsın 2ac. Deməli, mən bunun qiymətini tapmaq üçün köklərin kvadrat cəminin qiymətini bunu tapmalıyam. Bunu da tapmaq üçün bu verilmiş bu şərtdən istifadə eləməliyəm. Bunları tərəf-tərəfə toplasaq 2c, b-ni ortaq vuruq, qırağa çıxarsam x1 üstəgəl x2 eləyəcək. Bərabərdir mənfi 5a. x1 üstəgəl x2 də mənfi b bölünsün a-dır. Buradan çıxır ki 2c mənfi b bölünsün b kvadrat bölünsün a elədi. Bərabərdir mənfi 5a. Hər tərəfi a-ya da vursam hər tərəfi a-ya. Buradan çıxır ki, a da fərqlidir, sıfırdandır, bilirik kvadratı. 2ac min çıxılsın b kvadrat bərabərdir. Mənfi a-ya vuraq. O da elədi nə? Mənfi 5a kvadrat. Biz də bilirik 2ac çıxılsın b kvadrat mənfi 5a-dırsa, b kvadrat çıxılsın 2ac. Nə eləyəcək? Müsbət 5a kvadrat. Müsbət 5a kvadratdırsa, bu da a kvadratdırsa, nə elədi? Cavab elədi 5. Deməli, biz 5-ci çalışmanı da həll eləmiş olduq. 5-ci çalışmamızın cavabı elədi 5. İndi keçirik sizlə 6-cı çalışmanın həllinə. 6-cı çalışmamızda nə deyir? Belə əvvəlcə şəkili çəkim. Deyir, ABC bərabərdir üçbucağın medianların kəşfmə nöqtəsi koordinat başlanğıcıdır. Deməli, mən düzbucaqlı koordinat sistemi çəkdim. Belə. Bu bərabər tərəfli nədir? Üçbucaqdır. A-nın koordinatı bu x-dir, bu y-dir. Tərsini. Y-dir. Bu da x-dir. A-nın koordinatı deyir 0 4 kökdə 3-dür. Yazıq buna. 4 kökdə 3-dür. Bərabər tərəfli üçbucaqdır. B nöqtəsinin deyir bu da medianların kəşfmə koordinat başlanğıcı. Medianların kəşfmə nöqtəsi koordinat başlanğıcına düşdü. Deməli, bura 4 kökdə 3-dür. Bura medianların kəşfmə nöqtəsidir. Bunlardan biri B-dir, C-dir. Yəni, tutaq ki, bu B-dir. Yəni, B bu izdə ola bilər, o tərəfdə ola bilər. Biz də bilirik, medianların kəsişmə nöqtəsi bura 4 kök altda 3-dürsə, 2 bölünsün 1 nisbətindədir. Bura elədi 2 kök altda 3. Bura olsun M nöqtəsi. Biz də bilirik ki, onda bura AM nəyə bərabər olacaq? AM bərabərdir 6 kökdə 3-dür. AM, buradan bura 6 kökdə 3-dür. Bura 60 dərəcədir, bura 30 dərəcədir. O cümlədən bu tərəfdə də həmin 60-30'dur. 60-30'dur. Bizdə deyir B və C nöqtəsinin koordinatlarını tapaq. B ilə C yerini dəyişə bilər. Deyir, bunların koordinatları hasilləri hansında ən böyük eləyər. Bu olsun, biz də bilirik ki, bura nəyə bərabər olacaq? 30 dərəcədirsə. Bura 6 kök altda 3-dürsə, bura olacaq 6, bura olacaq nə? 12. Biz də bilirik A, 2A, burada A kökə, yəni 6 kök altda 3 olur. Deməli, bura 6-dır. Onda B nöqtəsinin koordinatı nə olacaq? B nöqtəsinin koordinatı olacaq 6, mənfi 6. Mənfi 6. Biz də bilirik, buradan bura 2 kök altda 3-dürsə, deməli, bura mənfi 2 kök altda 3-dür. Onda bura eləyəcək mənfi 2 kök altda 3 B nöqtəsinin koordinatı. C-nin koordinatı burada eləyəcək
müsbət 6. Bura mənfi 2 kök altda 3. Yəni B ilə C yerləri dəyişiklik ola bilər. Amma deyir koordinatları hasili ən böyük. Koordinatları hasili ən böyük eyni işarəli olmalıdır. Bu müxtəlif işarəlidir, mənfidir. Deməli ən böyük koordinatları hasili olan BC-dən birində -6 vurur -2 kök altda 3-dür. O da elədi 12 kök altda 3. B nöqtəsinin koordinatı ən böyük elədi. C-də mənfi eləyir. C nöqtəsinin koordinatı. Deməli 12 kök altda 3 elədi A bəndi. Biz elədik sizlə indi 6-cı çalışmanın həlli. İndi 7-ci çalışmanın həlli. Deyir ki 7-də nə A perimetrinin deyir hansı qiymətində? A parametrinin hansı qiymətində? Fx bərabərdir 3A çıxılsın 5 üstə x üstə gəl A kvadrat çıxılsın 8A üstə gəl 17 funksiyasının qiymətlər çoxluğu YF nə eləsin? 5 sonsuzluq. Müsbət sonsuzluq eləsin. Biz də bilirik ki, üslü funksiyanın qiymətlər oblasti bu nədən? Sıfırdan böyükdür bunu. Böyükdür 0. Deməli sıfırdan böyükdür. Bu da bərabərdir 5 olsa, onda nə olacaq? 5-dən böyük olacaq. Deməli A kvadrat çıxılsın 8A üstə gəl 17 bərabərdir 5. 3A üslü funksiyada bilirik 5. Bu böyükdür, sıfırdan olmalıdır. Mənfi olsa bütün həqiqətlər üçün bunun mənası olmaz. 3A çıxılsın 5. 1 olsa fərqlidir 1 olmalıdır. Onda üslü funksiya olmur. 1 olsa 1, bu da 5 qiymətlər oblasti sabit 6 eləyərəmişəm. Deməli fərqlidir 1. Biz də bilirik ki 5 bu tərəfə keçsə A kvadrat çıxılsın 8A üstə gəl 12 bərabərdir 0. A böyükdür 3-də 5-dən. Burada da 5 bu izə keçsə A fərqlidir 2-dən olmalıdır. Buradan da A1 hasili 12 cəmi 8, 2, A2 bərabərdir. Nə elədi? 6. Amma A fərqlidir burada 2 olduğundan. Onda bu həll alınmadı. Bu alınmadı. Demək cavab elədi 6. B bəndi. İndi isə sizlə keçirik 8-ci çalışmanın həllinə. 8-ci çalışmamızda deyir ki, Z kompleks ədəddir. Bu formadadır kompleks ədəd. Mən mötərizə yazıram bunu. M çıxılsın 4i. Qoşmasına hasili 20-yə bərabər qoşması. Biz də bilirik kompleks ədədin qoşması burada üstə gəldisə qoşması M əksi olacaq. M çıxılsın minus M minus 4. Qarşılıqlı qoşmadır bunlar. Bunların da Z-in Z qoşmasına hasili 20-dir. Biz də bilirik bunları bir-birinə vuranda müxtəsər vurma düsturudur. M çıxılsın 2-nin kvadratı çıxılsın M çıxılsın 4 i kvadrat. I kvadratda mənfi 1 olduğundan burada M çıxılsın 4-ün üstə gəl olur kvadratı. Burada i kvadrat mənfi 1 idi. Bərabərdir 20. Mən bunu da açsam M kvadrat burada da 2M kvadrat çıxılsın 4M çıxılsın nə elə? Burada 4M çıxılsın 8M çıxılsın 12M. Burada 4 16 üstə gəl 20 bərabərdir 20 elədi. Bu 20'lər hər tərəfdən getdi. 2M mötərizə xaricinə çıxarsam M minus 6 elədi bərabərdir 0. M1 0 və ya M minus 6 bərabərdir 0, M2 bərabərdir 6. Deyir, hansı natural qiymətində M-in? Bu daxil deyil natural ədəd. Ona görə cavab elədi 6. Bunu da həll eləmiş olduq. Cavab elədi 6. C bəndi. İndi sizlə keçirik 9-cu çalışmanın həllinə. 9-cu çalışmamız maraqlı həndəsə məsələsidir. Necədir? Deyir ki, biz də bilirik ki, biz buna, mən bura hündürlük çəkimləri sonra eləyərək, oxuyarıq. Bu da olsun M var, K var, bu olsun Y, bu da olsun, bu da perpendikülər var.
Bu da perpendikulyardır. F. Bu da olsun F'ye P. Bu da olsun Q. Biz də bilirik ki, məsələn necədir? Deyir ki, sahəsi 200 olan ABCD düzbucaqlısında BY bərabərdir YC-yə. Və NK paraleldir AD-yə. Bu NK AD-yə, burada paraleldir AD-yə. AE-nin MB-yə nisbəti 2-nin 3-ə. Bura 2K-dir. Bura nədir? 3K-dir. Bu da 2K buradır. Bu da bilirik ki, H-dir. Bu da hələ 2K-dir. Yox, 3K-dir. Bura nədir? 2K-dir. Deyir, ştilqlənmiş hissənin sahəsini tapın. Biz də bilirik, aşağı oturacaq olsun A, hündürlükdə H-dir. Biz də bilirik ki, bu düzbucaqlının sahəsi deyir 200-dür. Düzbucaqlının da sahəsi ABC-dir. Nəyə bərabərdir? AH-a. Nəyə bərabərdir? O da 200-ə. Bu AH-dir, 200-dür. Bunu bilirik. Amma AYD üçbucağının sahəsi S üçbucaq AYD-nin sahəsi nəyə bərabərdir? AH bölünsün 2-yə. Yəni 200 bölünsün 2-yə. Nəyə bərabər oldu o? 100-ə. Deməli, bu A7 üçbucağın bu sahəsi 100-dir. Bu da buna bərabər olduğundan qalan sahə də 100-dir. Deməli, bura 50-dir, burada 50-dir. Biz də bilirik ki, burada üçbucaq A7 paralel olduğundan PQ xətti üçbucaq A7 oxşar olacaq üçbucaq PYQ-yə. Biz də bilirik, oxşar üçbucaqların sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Onda burada bu üçbucaq oxşarlıqdan yaza bilərik ki, S üçbucaq A7 bölünsün S üçbucaq PYQ nəyə bərabər olacaq? Oxşarlıq tərəflərin nisbəti oxşarlıq əmsalıdır. Bunun hündürlüyünün 5K-nın 3K-ya nisbəti oxşarlıq əmsalıdır. Amma bunun kvadratı olacaq. S-A7 də bayaq tapdıq ki, yuxarıdan nəyə bərabərdir? 100-ə. 100-dür bura. Bu da nəyə bərabərdir? 9-da 25-ə. K-lar ixtisar getdi. 100-dürsə, buradan çıxır ki, S üçbucaq PYQ ştrixlənmişin o böyük üçbucağın sahəsi PYQ nəyə bərabər olacaq? 100 vurulsun 9 bölünsün 25. Bununla bu da getdi 1, 4. Nə elədi? 36. Deməli, mən PYQ-ni 36 tapdım bura. Bura elədi 36. İndi mən bu sahə ilə də bura olsun S, bu da bir-birinə görürük ki, bərabərdir. Ehtiyac yoxdur bunu isbat göstərməyə. Bərabərdir. Biz də bilirik ki, üçbucaq BAY oxşardır NAP. Üçbucaq NAP paralel çəkilmiş xətt ondan oxşar üçbucaq ayırır. BAY oxşardır NAP-yə. Onda bilirik ki, S üçbucaq BAY-nin sahəsi bölünsün S üçbucaq NAP-nin sahəsi nəyə bərabər olacaq? NAP bərabər olacaq uyğun tərəflərin nisbəti. Uyğun tərəflərin nisbəti AB-nin NA-ya nisbəti. BA-nın
n a-ya nisbəti. Yəni 5k-nın bunun kvadratı, tərəflərin nisbətinin kvadratı. 5k-nın 2k-ya nisbətinin nəyi? Kvadratı. Yəni 4-də 25. BA-yə də bizdə bayaq dedik ki, nədir? 50-dir bura. Onda S üçbucaq NAP nəyə bərabərdir? 50-ni vurursan 4-ə, bölürsən 25-ə. Bu da elədir 2, 2, 4-ün 8. Deməli, ştrixlənmiş hissələrin sahələri cəmi 2 dənə S, 2 dənə S. S-imiz neçə elədi? SNAP. S-imiz elədi 8. 2 dənə S, 2 vurulsun 8. Üstə gəl bir də bu 36. 36-nı gələcək. O da elədi 52. Deməli, bu məsələni də sizlə həll eləmiş olduq. Məsələ elədi D variantı. Deməli, 9-u elədik. İndi isə keçirik sizlə 10-cu çalışmanın həllinə. 10-cu çalışmamız necədir? Deyir ki, iki tərəfi 5-6 olan, iki tərəfi 5-6 üçbucaq, o tərəfin uzunluqları da üçbucağın üçüncü tərəfində deyir uzunluğu natural ədədlə ifadə olunur. Təsadüfən seçilim belə iki üçbucağın yalnız birinin bərabər yanlı üçbucaq olması hadisəsinin ehtimalını tapın. Həm həndəsə, həm də ehtimala aid məsələdir. Deməli, A-sı 10-cu məsələ. A-sı neçədir? 5. B-si 6. C də bilirik ki, 6 yazmışıq, C yazdıq. B-si 6, C də bilirik ki, bunların fərqindən böyük, cəmindən kiçikdir. 11. C belə bu şərti ödəməlidir. C eləməlidir, A minus B-nin belə A plus B-dən kiçik. Alındı bu. Yəni C bərabər olacaq 2, 3, nöqtə, nöqtə, ta ki, neçəyəcən? 10-acan. 2-dən 10-a qədər 9 dənə ədəd var. Deməli, 9 hal var. Üçüncü halı, üçbucağın üçüncü tərəfini seçmək üçün neçə hal var? 9 hal. Neçə üçbucaq seçməliyik? Bu 9 ədədin içindən. Deyir 2, 5, 6 üçbucağın üçüncü tərəfinin uzunluğu da təsadüfi seçilmiş. Deməli, müxtəlif üçbucaq neçə dənədir? 9 dənə. Onlardan təsadüfi ikisini seçirik. 2 halların sayı kombinizon 9-da 2-dir. Amma o əlverişli hal bizə biri bərabər yanlı, digəri bərabər yanlı olmam. Bərabər yanlı olmaq üçün ya 5 olmalıdır, ya 6. 2 haldan biri. Bu deyilir kombinizon 2-dən 1. İkinci isə olmamalıdır. Onda bunların hasili olacaq. O 2 dənəni hansıda seçməliyik? O 7 dənənin içindən. Kombinizon o birin bir dənəni 7 dənənin içindən seç. 7-dən birin 5-6-nın içindən, birin də 7 dənənin içindən. Onda bunların hasili olacaq. Bu da bərabərdir. Əlverişli olan umumların sayını oldu bu. 9 faktorial, 2 faktorial, 7 faktorial. Bunlar da 2, 7 oldu. O da bərabərdir 14. Burada 72, 2, 36 elədi. 36 ilə də 2 getdi, 7, 18. Bunu belə də eləmək olardı. Birinci üçbucağı seçirik bərabər yanlı olmaq üçün 5-6-dan. Bu da eləyəcək 9-dan. Neçə hal var? 2 hal. Birini götürəndən sonra oradan qaldı 8. O birində neçə hal var? 7 hal. Bu oldu birinci bərabər yanlı oldu, ikinci bərabər yanlı olmadı. Amma ola bilər birinci bərabər yanlı olmasın, ikinci bərabər. Ona görə burada vurulsun 2 də var. Olmalıdır. O da bərabərdir. Elə 4-ə ixtisar getsə 18-də 7-dir. Bu ikinci haldır üsulu. Həll eləməli. İndi isə keçirik sizlə 11-ci məsələnin həllinə. 11-ci məsələnin həlli ardıcıllığın limitinə aid çalışmadır. Deyir ki, bunun limiti buna bərabər olarsa, A parametrin hansı müsbət qiymətində limit buna bərabər olar. Gəl bir limiti özümüz tapaq görək nəyə bərabər olmalıdır bunun limiti. Sonsuza.
Bu ardıcıllıq limitini də belə tapmaq üçün sürət və məxrəci n kuba bölürəm. N kuba bölsəm 7 üstəgəl 4 bölünsün n kub elədi. Bunu da n kuba bölsəm a çıxılsın 2. 4-ni n kuba böləndə 4 bölünsün n kvadrat elədi. 3-ü də n kuba böləndə 3 bölünsün n kub elədi. Bərabərdir. Biz də bilirik n sonsuzluğa gedəndə bu da 0-dır, bu da 0-dır, bu da 0-dır. Onda nə oldu? A çıxılsın 2 bölünsün 7 elədi limit. Amma deyir ki, bu buna bərabərdir. Bərabərdir 3 bölünsün A plus A üstəgəl 2-yə. Bunlar bərabərdirsə bu tənliyi həll edəsirik. Buradan çıxır ki, A kvadrat çıxılsın 4 bərabərdir 21-ə. Buradan da A kvadrat bərabərdir 25. A1 2 bərabərdir müsbət mənfi 5. Bunu tapdıq. Amma bizdən deyir, hansı müsbət qiymətində? Deməli, A bərabərdir 5 eləyəcək. 11-i də həll eləmiş olduq sizlə. İndi keçirik sizlə 12-ci çalışmanın həllinə. 12-ci çalışmamız necədir? Deyir, ABCD dördbucaqlısının daxilinə çevrə çəkilib. Və bu tənliyin belə bir tənliyi verib. Burada x, y həlləri cütü üçün AB eləyir neçəyə? 6x. Bu tənliyin həlləri. X və y bu tənliyin həlləridir. PD neçədir? 3y. NC də 2x plus y. Olarsa dördbucağın deyir perimetrini tapın. Biz də bilirik ki, daxilinə çevrə çəkilibsə, qıraqdan toxunan çəkilibsə burada, bu buna bərabərdir. Burada 2x plus y-dir. Bu da buna bərabərdir. Burada 3y-dir. Toxunan bunlar bir-birinə bərabərdir. Biz də bilirik, onda bu da buna bərabərdir. Bu tərəfdən də bilirik ki, daxilinə çevrə çəkilibsə dördbucaqlının qarşı tərəflərin cəmi bərabərdir. Yəni AB üstəgəl DC nəyə bərabər olmalıdır? AB üstəgəl DC bərabərdir AD üstəgəl BC. Bunlar bərabərdir bilirik. BC bərabər olmalıdır. Deyir ki, bu dördbucaqlının perimetri. Onda buna bu qarşı tərəflərin cəmi bərabərdirsə, buradan çıxır ki, perimetr elə bunun birini götürürəm. 2 vurulsun AB üstəgəl DC. Belə də tapa bilərəm. Ancaq bilirəm ki, bura M-dirsə, bura N-dirsə, burada M-dir, burada N-dir. Onda elə bu ikisinin cəmi də nə olacaq? 6x eləyəcək toplasaq. Amma hələ mən bu üsulla tapacam. Bu üsulla tapanda bilirəm ki, AB verilib mənə, DC də bunların cəmini. DC də eləyəcək nə qədər? 2x plus y-lə 3y-in cəmi 2x üstəgəl 4y-dir. Onda bu bərabərdir, perimetr bərabərdir 2. AB-nin yerinə yazıram 6x. DC-nin də yerinə 2x üstəgəl 4y. Bu da elədi 2 vurulsun 8x üstəgəl 4y. O da bərabərdir. Bunu tapmaq üçün bu tənliyi mən həll eləməliyəm. Bu tənliyi də həll eləmək üçün 2x üstəgəl 3y bərabərdir 28. Bu x plus y-in hər tərəfi 3y getmək üçün mənfi 3-ə vururam. Buradan mənfi 3-ə vuracam. Mənfi 3-ə vursam mənfi 3x minus 3y bərabərdir mənfi 33. Tərəf-tərəfə toplasam mənfi x bərabərdir mənfi 5. Yəni x bərabərdir 5 elədi. X ilə y-in cəmi 11-dir. Deməli y bərabərdir 6 elədi. Onda mən bu perimetri tapmaq üçün x-in yerinə 5, y-in yerinə 6 yazsam, bu da elədi 2 vurulsun 40 üstəgəl 24. O da elədi nə? 128. Beləliklə bu məsələni də həll eləmiş olduq. İndi keçirik 13-cü çalışmanın həllinə. 13-cü çalışmamız trigonometriyə aid çalışmadır. Burada bu düsturdan istifadə edir. Cəmin hasilə sinus. Sinus beta cəmin hasilə çevirmə düsturu. 2 sinus
alfa üstəgəl beta bölünsün 2 kosinus alfa minus beta bölü bu düsturdan istifadə edəcəm. Onda 2 sinus. Bunların cəminin yarısı 4x. Fərqinin yarısı 5x-dən 3x 2x x. Bölünsün sinus 4x. Bərabərdir 2. Bərabərdir nə? 2. Biz də bilirik ki, məxrəc 0 ola bilməz. Sinus 4x fərqlidir nədən? 0-dan. Yəni 4x fərqlidir pi k-dan. K daxildir z-dir. X fərqlidir pi k bölünsün 4-dən. Bu şərt ödənməlidir. Biz də bilirik ki, sinus 4x fərqlidir 0 ixtisar getdi, 2-də getdi. Buradan çıxır ki, kosinus x bərabərdir 1. Kosinus x bərabərdir 1 həllidə x bərabərdir 2 pi n-dir. N də daxildir z-dir. Bunu mən bu formaya salsam, görərəm ki, bu x1 olsun. X bərabərdir pi bölünsün 4 vurulsun nədir? 8 n-dir bu. Yəni pi bölünsün 4-ün 8 n-ə. Yəni bunun pi bölünsün 4-ün bu istənilən k-ya hasilidir, bu isə 8-ə bölünənlərə hasilidir. Deməli, x x1-lər həllər ailəsinin alt çoxluğudur. Alt çoxluğudur. Yəni x1 də ola bilməz, məxrəc 0-a çevrilir. Deməli, x daxildir boş çoxluq. Yəni cavab elədir, həlli yoxdur. Bunu belə də göstərə bilərdik həlli olmama. Sinus 4x-i mən yaza bilərəm 2 sinus 2x kosinus 2x bərabərdir 0. Bunu bir də yaza bilərəm 4 sinus x kosinus x kosinus 2x bərabərdir 0. Deməli, sinus 4x-in 0 olması üçün sinus x də 0 olmalıdır. Sinus kosinus 1 olarsa, buradan çıxır ki, sinus x 0-dir. Sinus x 0-da olanda məxrəc 0 olur, mənası olmuyor. Deməli, əslində kosinus x bərabərdir 1-də də sinus 4x 0 olur. Ona görə həlli yoxdur. İndi isə keçirik 14-cü çalışmanın həllinə. 14-cü çalışmamız da funksiyalar bölməsinə aiddir. Deyir ki, burada sütunlu diaqramda A-dan B-nin, C-nin, D-nin belə bir funksiya verilib, təklif olunur, doğru funksiyadır. A, B, C-də bu sütunlu diaqramda müqayisə qiymətləri təqribən verilib. Hansından böyüklüyü göstərir. A ən kiçikdir, C-dir, sonra B-dir, D-də ən böyükdür. Onda y bərabərdir, deyir bu funksiya A çıxılsın B, kök altda C çıxılsın D. X. Bu funksiya baxsaq. C D-dən kiçikdir. Deməli, C minus D mənfidir. C çıxılsın D mənfidir. A da B-dən kiçikdir. A minus B də mənfidir. Deməli, bu mənfidirsə, kiçikdir, sıfırdırsa, onda nə olacaq? X də mənfi eləməlidir ki, kökün altı C çıxılsın D vurulsun x böyük bərabərdir 0 eləməlidir. C hər tərəfi mənfiyə bölsəm, buradan çıxır ki, x mənfidir. X kiçik bərabərdir 0. Yəni, DF nədir? Bərabərdir mənfi sonsuzluq 0. Bunu bildik. Yəni, bir doğrudur. Qiymətlər çoxluğu. Qıraqdakı ifadədə A çıxılsın B də mənfi olduğundan kök müsbətdir. Onda nə olacaq? YF də mənfidir. YF də bərabərdir mənfi sonsuzluq nədir? 0. Deməli, 1 ilə 2 doğrudur. 1 də doğrudur, 2 də doğrudur. Lakin, üçüncüdə deyir tək və cüt funksiyalarda x və mənfi x nədir? Daxildir, DF olmalıdır, təyin olmazsa. Burada isə daxil deyil. Mənfilər təyin olması, mənfi qiymət, mənfi x oxunun mənfi hissəsidir, simmetrik deyil. Deməli, üçüncü doğru deyil. Üçüncü doğru deyil.
Cavab elədi bizdə hansı? 1, 2 doğrudur. Deyir, hansılar doğrudur? 1, 2 C bəndi. İndi sizlə keçirik 15-ci çalışmanın həllinə. Deyir, oturacaqları 5-20 olan birinci şəkli çəkim, sonra mövzunu oxuyaq. ABCD trapesiyadır. M bu diaqonalların kəsişmə nöqtəsindən oturacaqlar paralel olan xətti deyir, bu M-nin uzunluğu. Oturacaqlar da böyük tərəf 20, kiçik tərəf 5-dirsə, deyir ki, M-ni tapın. Bunun üçün əslində mən videoda da bunun isbatını vermişəm. M üçün belə düstur var. 2AB bölünsün A üstəgəl B-dir. Yaza bilərəm burada 2 vurulsun, 20 vurulsun 5-dir. Bölünsün 20 üstəgəl 5-dir. O da elədir 200 bölünsün 25. Nəyə bərabər oldu? 8-ə. 200 bölünsün. Amma bu düsturun çıxarılışını da mən sizə izah edəcəm. Bura bucaq, bu bucaq bu bucağa bərabərdir. Bu bucaq bu bucağa bərabərdir. Bu bucaq da bu bucağa bərabərdir. Onda 3 bucaq COB oxşardır COB AOD-yə. 3 bucaq AOD-yə. Buradan da yaza bilərəm ki, CO bölünsün AO-ya bərabərdir OB bölünsün OD-yə. O da bərabərdir CB bölünsün AD-yə. CB də bizdə B-dir, bu da A-dir. İspat. Bu düsturun çıxarılışını aparıram. Biz də bilirik ki, bundan əlavə bu üç bucaq da bura olsun X, bura olsun Y. Əslində X, Y-ə bərabərdir, özü çıxarılacaq. Buradan da B, üç bucaq BAC oxşardır MAO-ya. Buradan da yaza bilərik ki, B bölünsün X, AC bölünsün AO-ya. AC bölünsün AO-nu da mən AC-ni mən yazaram AO üstəgəl OC. AO. Buradan da bərabərdir 1 üstəgəl OC bölünsün AO-ya. OC-nin AO-ya nisbəti də B bölünsün A-dır. Onda bərabər 1 üstəgəl B bölünsün A, o da bərabərdir A-da A plus B üstəgəl B. Bununla da bunu bərabərdir. Buradan da X bərabər olur AB bölünsün A üstəgəl B. Y də bu qayda ilə, bu üst bucaqdan, bu hissədən eləsək, görərik ki, hələ OB bölünsün OD, burada da B-nin Y-ə nisbəti BD-nin OD-yə nisbətidir. Onu da göstərmək olacaq ki, hələ buna bərabərdir. O da bərabərdir AB bölünsün A üstəgəl B-dir. A üstəgəl B-dir. Onda M nəyə bərabərdir? X üstəgəl Y. O da bərabərdir 2AB. Bu düsturu da mən sizin üçün çıxartdım. Ikinci çalışmamız belədir. Deyir, A və B çoxhədliləri 16. A çoxhədlisi, B çoxhədlisi. A-nın dərəcəsi deyir M çıxılsın 3-dür. B-nin dərəcəsi M çıxılsın 5-dir. A çıxılsın B çoxhədlisinin dərəcəsi isə N üstəgəl 4 olarsa, deyir ki, M çıxılsın M fərqini tapın. M çıxılsın M bərabərdir sual işarə. Biz də bilirik, iki çoxhədlini toplayıb çıxan zaman cəmin və fərqin dərəcəsi
həmin toplananlardan A və B çox ədədlərinin ən böyüyün dərəcəsinə bərabərdir. Yəni A ilə B-nin dərəcəsi eləyəcək nə? Ən böyük dərəcə A-nındır. M çıxılsın 3-dür, M minus 5, M çıxılsın 5 kiçikdir. M çıxılsın 3-dür. Buradan da N keçsə sağa, N çıxılsın M, M çıxılsın N nəyə bərabər olacaq? M çıxılsın N bərabərdir 7 olacaq. Bununla da 16-cı çalışmanı həll eləmiş olduq. O cavab elədi 16-cı çalışmada 7 B bəndi. İndi keçirik 17-ci çalışmanın həllinə. 17-ci çalışmada bizə loqaritmi tənlidir belə. Loqaritma 3 əsasdan x minus 5 faktorial çıxılsın 3 əsasdan x çıxılsın 4 faktorial bərabərdir -1. Biz də bilirik mümkün qiymətlər çoxluğu x minus 5 böyük bərabərdir 0, 0 faktorial 5 də ola bilər burada. 5 0 faktorial 1-dir. Onda biz də bilirik çıxmada loqaritma 3 əsasdan x çıxılsın 5 faktorial bölünsün nə olacaq? X çıxılsın 4 faktorial. Bərabər x çıxılsın 4 faktorial olacaq. Bərabərdir -1-ə. Biz burada loqaritma 3 əsasdan böyük x çıxılsın 4 böyük x çıxılsın 5-dən böyükdür. X çıxılsın 5 faktorial yaza bilərik. X minus 4-ü vurulsun x minus 4 yaza bilərəm. Bir vahid yuxarıdakından böyükdür. Bərabərdir -1. Bu faktoriallar getdi. Onda loqaritmanın da tərifindən istifadə eləsək 1 bölünsün x çıxılsın 4 qaldı. O da bərabərdir 3 üstü -1-ə. O da bərabərdir 3-də 1. Onda bunu buna vurarıq. Bunun x çıxılsın 4 də bərabərdir nə oldu? 3-ə. Onda x nəyə bərabər oldu? 7. X bərabərdir 7-yə. Bununla da bu çalışmanı da həll eləmiş olduq. Cavab elədi A bəndi. 17 cavab elədi A bəndi. İndi keçirik 18-ci çalışmanın həllinə. 18-ci çalışmamız necədir? Belə bir həndəsə məsələsi. Tərəfləri 1 olan ABCDE düzgün altıbucaqlısının və ABM kvadratının A təpəsindən çıxan diaqonalların digər ucları arasında ən böyük məsafəni hesablayın. Biz də bilirik ki, bu A təpəsindən çıxan diaqonallar biri budur. Kvadratda budur. Altıbucaqda biri budur. 2, 3 dənə bir təpədən diaqonal çıxdı. Əslində bu diaqonalı belə çəkək biz. Bu bir xətt üzərində. O şəkil biraz köçürəndə əyri düşüb. Altıbucağlının və kvadratın tərəfləri 1-dir. Altıbucağlının da kvadratın da tərəfləri 1-dir. Biz də bilirik altıbucaqlıda xarici bucaq nəyə bərabərdir? Hər təpədə birin götürəndə xarici bucaqların cəmi 360 dərəcədir. Düzgündə isə 360 bir dənə xarici bucaq 360 bölünsün 6 altıbucaqlıdır. O deyil 60 dərəcə. Xarici bucaq 60-dırsa daxili bucaq nə qədərdir? 120 dərəcədir. Burada 30-dur. Burada 30-dur. Mən indi bir diaqonal belədir. İndi biz nəyi tapmalıyıq? Bu nöqtələr verilib. Bu ucdur, bu ucdur, bu. Bunlar arasında ən böyük. Bunlar arasında ən böyük məsafə də bilirik ki, hansı olacaq? Buradan bura olacaq. Bu ən böyük məsafə bu diaqonalların ucları arasında bu məsafə olacaq. Qalanları bu kiçik olacaq. Bu da kiçik olacaq. Bu da kiçik olacaq. Ən böyük məsafə nədir bizdə? Bu diaqonallar arasında, ucları arasında MY-dir. Biz MY-ni tapmalıyıq. MY-ni tapmaq üçün mən bunu da tapsam, buradan 30-dursa, 120-dirsə, bura 90-dır. Bu da 90-dır. Deməli, bu düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaq bu tərəfi 1-dir. Bu tərəfində mən təyin tapsam, onunla da mən məsələni həll eləmiş olacam. Biz də bilirik ki, buradan hündürlük çəksəm, nə oldu?
Bura elədi 60. 30'un qarşısındakı məsələn bu n olsun. N olsa fn nəyə bərabərdir? Fn bərabərdir 2-də 1-ə. 2-də 1-ə. Fn buradır. 2-də 1-dirsə 30 dərəcəyə bitişik tərəfi isə AM bərabər olacaq. AM bərabərdir nəyə? 2-də 1 kök altda. 2-də 1 kök altda 3-ə vururuq. Yəni 1-in kvadratından 2-də 1 çıxanda 4-də 3 elədi. Kök altda 3 bölünsün 2 elədi. AY bərabər olacaq. Buradan da çıxır ki, AY nəyə bərabərdir? AY 2 dənə AN-ə, 2 dənə buna. Bərabərdir 2 dənə AN-ə. O da yəni 2-ni də buna vuranda elədi kök altda 3. Deməli, AY kök altda 3-dür. Buradan da çıxır ki, NY bərabərdir kök altda 3 üstə gəl 1. NY. Buradan bura məsafə. Burada da 1-dir. MN də 1-dir. Düz bucaqlı, üç bucaqlı katetlərdir bu. Onda mən MY-ni necə taparam? MY bərabərdir kök altda, bizdə bunu tapmaq tələb olunurdu. 1-in kvadratı üstə gəl kök altda 3 üstə gəl 1-in kvadratı. Bu da bərabərdir 1, 3, 4, o da 1, 5. Üstə gəl 2 kök altda 3 elədi. Bunu da 2-ni mən daxilə, 2-ni cavabdakını almaq üçün 2-ni daxilə alsam, eləcə 5 üstə gəl kök altda 12. Beləliklə, bu məsələni də həll eləmiş olduq. Elədir, D bəndi. İndi sizlə 19-cu çalışmanı həll edirik. 19-cu çalışma necədir? Deyir, fx bərabərdir 1 çıxılsın kosinus 4x bölünsün sinus kvadrat x üs 2 funksiyasının təyin oblasti ilə qiymətlər çoxluğunun kəsişməsini tapın. Biz də bilirik ki, funksiyanın təyin oblasti qabaqcadan verilə bilər. Verilməsə, funksiyanı mənalı eləyən x-lər onun təyin oblastıdır. Biz də bilirik, mənalı eləyən sinusun sıfırlarından fərqli olanlardır. Bundan fərqli olanlar. Məxrəc sıfır olan olmasa həmişə mənası var. Onu mənalı edən bütün qiymətlər onun təyin oblastıdır. Buradan da x fərqlidir. Pi k. K daxildir z. Təyin oblast budur. Fərqli olan. Pi k'lardan fərqli olan bütün qiymətlər. İndi isə qiymətlər çoxluğu gəlin tapaq bunun. 19'u. O fx bərabərdir. Mən bunu yazaram, bir surəti yazaram. 1 çıxılsın kosinus kvadrat x vurulsun 1 üstə gəl kosinus kvadrat x yaza bilərəm. Bölünsün sinus kvadrat. Sinus kvadratı da yazım hələ bu başdan ki 1 çıxılsın kosinus kvadrat ixtisar geçsin. Üstə gəl 2. Bunlar ixtisar getdi. Onda nəyə bərabər oldu? Burada 1 plus kosinus üstə 2. O alındı kosinus kvadrat x üstə gəl 3. 1 ilə 2 də 3. Bu funksiyanın qiymətlər oblasti da bilirik ki, kosinus kvadrat x hardadır? 0 ilə 1. 1 də ala bilər. Lakin 1 eləyəndə, kosinus 1 eləyəndə sinus 0 edir. Ona görə burada ciddi olmalıdır. Burada ciddi olsa, bunu qiymətləndirmək üçün bunun hər tərəfinə 3 gəlirəm. Hər tərəfinə 3 gəlsəm, onda hər tərəfinə 3 gəlsəm, buradan çıxır ki, 3 kosinus kvadrat x üstə gəl 3, bu da elədi 4. Bu da hələ bizim fx-imizdir. Fx-imiz deməli 3 ilə 4-ün aralığında. YF adətən belə yazırlar, f funksiyasının qiymətləri olur. Bərabərdir nə elədir? 3, 4. Bununla da kəsişmə yazsaq DF təyin oblast kəsişəndə nə olacaq? Burada bunun içinə bir dənə k bərabərdir 1 olanda pi düşür. 1 olanda x fərqlidir pi. Pi'dən bu aralıqdakı pi'dən başqa bütün qiymətlər bunun təyin oblastı. Ona görə bunların ortağı eləyəcək, bərabər eləyəcək ortağı kəsişməsi 3 pi, pi'ni atırıq söylə buradan, birləşmə pi 4. Cavab elədir
kəsişməsi 3 pi pi 4. Cavab elədik Y bəndi. Bunu da həll eləmiş olduq. İndi keçirik 20-ci çalışmanın həllinə. 20-ci çalışmamız necədir? Belə 20-də belə bir cəm verilib. Bu deyir, bu cəmi nə eləyin? Tapın. 100 üstəgəl 99 üstəgəl 50 üstəgəl 33 üstəgəl 25 üstəgəl 11 üstəgəl nöqtə nöqtə. Baxan kimi uyğunluğu tapırıq. Görürük ki 100 50 25 99 33 11. Onda mən bunları qruplaşdırıram. 100 50 25 99 33 11 üstəgəl nöqtə nöqtə. Baxan kimi görürük ki, bu B1-dirsə, bu B2-dirsə, bu C1-dirsə, bu C2-dirsə, bunun bu eləyəcək necə? Q1 bərabərdir. B2 bölünsün B1, o da eləyəcək 50 bölünsün 100. 50-ni də 100-ə böləndə nə elədi? Q1-i 2-də 1-dir. Q2 bərabərdir. C2 bölünsün C1, o da eləcək 33 bölünsün 99, o da elədi 3-də 1. Onda mən bu bir cəmi tapmaq üçün S1. S1 nəyə bərabər? B1 bölünsün 100 biz də bilirik S bərabərdir B1 bölünsün 1 minus Q. Bu düsturla həll edəcəyik. Bizim də düsturumuz burada 100 bölünsün 1 minus 2-də 1-dir. Bu birində də 99 bölünsün Q 3-də 1-dir burada. 3-də 1-dir Q. İkincidə. 1 çıxılsın 3-də 1. 1-dən 2-də 1, 2-də 1, o da elədi 200. 3-də 2-yə bölmək, 2-də 3-ə vurmaq deməkdir. 99 vurulsun 3, bölünsün 2. O da bərabərdir. 200 bölün üstəgəl, bu eləyir 297, 148 tam, nə eləyəcək? 10-da 5 bölünsün 2. O da eləyir 348 tam, 10-da 5. Cavab elədi 348 Y bəndi. Bunu da həll eləmiş 20-cini elədik. 21-ci çalışmamız necədir? Deyir ki, f(x) 3-də 1x kub çıxılsın 4x kvadrat üstəgəl 15x üstəgəl 2 funksiyasının qrafikinə çəkilmiş toxunanlar apsis oxuna paraleldir. Toxunma nöqtələrindən ordinat oxuna qədər olan məsafələrdən böyüyünü deyir tapın. Biz də bilirik ki, apsis oxuna paraleldirsə, düz xəttin bucaq əmsalı K bilirik f' x 0-dir. Bu nəyə bərabər olmalıdır? Düz apsis oxuna paraleldirsə 0. Yəni törəmə 0, həndəsi mənasına görə törəmə nədir? 0-dir. Törəməni 0 tapırıq, həmin nöqtəni tapırıq, həmin nöqtələri. Yəni törəməsini mən tapıram f'(x) 3 qabağa keçir, x kvadrat elədi, çıxılsın 8x üstəgəl 15 bərabərdir 0 yazsam, buradan da çıxır ki, x1 bərabərdir 3, x2 nədir? 5-dir. Biz də bilirik ki, hər hansı nöqtənin x, y-dirsə, bunu ordinat oxuna qədər deyir, ordinat oxuna qədər məsafəni tapır. Ordinat oxuna qədər məsafə nöqtədən ordinat oxuna qədər məsafə hələ nöqtənin nə idi? Apsisidir. Ordinat oxuna qədər məsafə bu a, x, y-dirsə, bu deməkdir ki, buradan bura məsafə hələ x-dir. Apsis oxuna qədər məsafə y-dir. Deməli, ən böyük məsafə də 5-dir. Bunu da həll eləmiş olduq. Koordinatı x-i böyük olan ordinat oxuna qədər məsafə ən böyükdür, o da 5-dir. Bunu da həll eləmiş olduq. İndi keçirik 22-ci çalışma. İki müstəvinin kəsişməsindən alınan ikiyüzlü bucaqlardan biri 2 alfa çıxır, biri 22-də. Biri 2 alfa üstəgəl 30-dir.
Bu ikiyüzlü bucağın xətti bucağı isə budur. 5 alfa çıxılsın 60-dır. Biz də belə ikiyüzlü bucağın qiyməti deyəndə onun xətti bucağın qiyməti. Xətti bucaq odur ki, ikiyüzlü bucağın tilinə perpendilyar müstəvi keçirsək, o müstəvi ikiyüzlü bucağın üzləri tilə perpendilyar müstəvi ikiyüzlü bucağın üzləri ilə kəsişəcək. Həmin xətlərin əmələ gətirdiyi bucaq xətti bucaqdır. Perpendilyar müstəvini harda keçirsək eynidir. Həmin xətti bucağın qiyməti ikiyüzlü bucağın qiymətidir. Bunlar bir-birinə bərabərdir. 3 alfa bərabərdir 90-dır. Alfa da bərabərdir 30. Bunu da həll eləmiş olduq. Cavab elədi A bəndi. 22-ni həll eləmiş olduq. İndi keçirik sizlə 23-cü çalışmanın həllinə. 23-cü çalışmamız necədir? Deyir ki, A bərabərdir. A bərabər 23. A bərabərdir 10 üstü n üstəgəl k. 10 üstü n üstəgəl k. Bunu gələk bu başdan vurğulara ayıraq. 2 vurulsun 5 üstü n üstəgəl 2 üstü n vurulsun 2 üstü və 5 üstü k eləyəcək bu. 5 üstü k. 2 üstü n üstəgəl k eləyəcək. 5 üstü n üstəgəl k eləyəcək. B bərabərdir. 15 üstü n çıxılsın k. 15 üstü n çıxılsın k-da 15 özü 3 vurulsun 5'dir. 3 üstü n minus k vurulsun 5 üstü n minus k. Belə eləyəcək. Deyək, bu ədədlərin əbobu 125. Əkobu isə yenə də böyük bir ədəddir ki, onu da sadələşdirək. 30 üstü n-dir əkobu. 30 üstü n vurulsun 10 üstü k bölünsün 3 üstü 4'dür. Ya bunu 30 özü 2, 3, 5'in hasilidir. Onda 2 üstü n, 3 üstü n, 5 üstü n'dir. Onda 2 vurulsun 5'dir. 2 üstü k, 5 üstü k'dır. Bölünsün 3 üstü 4'dür. Burada 2 üstü oldu. 2 üstü n üstəgəl k. 3 üstü n yuxarıda, 4 aşağıda, n çıxılsın 4. 5 üstü də n k. N üstəgəl k elədir. Bunu bildik. İndi bizə deyir, əbobu 125'dir. Əbob AB nəyə bərabərdir? 125. Yəni 5'i 125 5'in kubudur. Biz də bilirik, əbob nəyə bərabər olacaq burada? 2 ədədin burada əbobu. Əbob hər ikisində olub ən az olandır. Hər ikisində olacaq ancaq 5'dir. Ən az olanda 5 üstü n çıxılsın k-dır. Onda 5 üstü n minus k-ya bərabərdirsə, buradan çıxır ki, n çıxılsın k 3'dir. Bərabərdir nədir? 3'dir. Bunu bildik. Bunu yadda saxlayaq. Əkob AB nəyə bərabərdir? Bu da yazmışıq buna. Əkob AB budur. 2 üstü n üstəgəl k 3 üstü n minus. Birinci əkobu tapaq, sonra bərabərləşdirək. Əkob nə edəcək bu ikisini? Ən çoxunu götürəcək həmişə vuruğun. 2 bir dənədir. 2 üstü n üstəgəl k. 3 də bir dənədir. Hələ 3 üstü n çıxılsın k. Ən çoxu götürürük. 5 üstü n üstəgəl k-dır. 5 üstü. Ən çox da 5 üstü n üstəgəl k. Çünki əkobdakı vuruqlar hər birində olan vuruğun ən çoxu qədər olmalıdır. n üstəgəl k. Bu da nəyə bərabərdir? Buna bərabərdir deyək. Yəni məsələdə yazılıb ki, o da ona bərabərdir. Mən onu bərabərləşdirsəm buna 2 üstü n üstəgəl k 3 üstü n çıxılsın 4 vurulsun 5 üstü n üstəgəl k. Baxaq. 2 üstü n k-lar hər tərəfdən bölə bilərəm. Sıfırdan fərqli vuruqlardır. 5 üstü n plus k-lar da getdi. Onda 3 üstü n çıxılsın k nəyə bərabərdir? 3 üstü n çıxılsın 4'ə bərabər oldu. Onda n minus k da bizdə, onda buradan çıxır ki, n minus 4 nəyə bərabərdir? N çıxılsın k-ya nəyə? N çıxılsın k da bizdə 3'dir.
Onda n nəyə bərabər oldu? Buradan çıxır ki, n bərabər oldu 7-yə. Bunu tapdıq. N 7-dir. Bizdə deyir ki, ədədin olarsa A ədədinin sadə vuruqlarının sayını tapın. A ədədi də bizdə nəyə bərabərdir? A da bərabərdir. A bərabərdir 10 üstü n üstəgəl k-dır. Məndə n 7-dir. 7-dən nə çıxanda 3 eləyər? 4. Deməli, k-mız da burada nəyə bərabərdir? 4-ə. n minus k 3-dürsə, 7-dən k çıxanda 3 eləyirsə, k nəymiş? 4-müş. 10 üstü n üstəgəl k-nın sadə vuruqlarının sayını tapın. N üstəgəl k-nın. N üstəgəl k da elədi bizdə nədir? 2 vurulsun 5 üstü neçə elədi? 7 üstəgəl 11. 4. Nə elədi? 7 üstəgəl 4. Bu da elədi 2 üstü 11 vurulsun 5 üstü 11. Onda sadə vuruqların sayı nə qədərdir? Cavab eləyəcək 22 dənə sadə vuruğu var. Beləliklə biz 23-cü çalışmanı da həll elədik. Cavab elədi nə? 22. Cavab elədi 22 dənə sadə vuruqları. A ədədinin sadə vuruqlarının sayı 22-dir. İndi isə keçirəm 24-cü çalışmanın həllinə. 24-cü çalışmamız necədir? 24-də deyir ki, A, B, D, C, D, M, N, K, L düz dördbucaqlı prizma şəklində olan bağlı qabın daxilində müəyyən miqdarda su var. Şəkil 1-dəki qabda olan suyun səviyyəsi x desimetrdir. AD 6, CD 5, 6, 5 olarsa x-dir bura. Bu qabda DC, bu üzü üstə bu qabı çevirsək, oturacağı olmaqla çevirdikdə qabda suyun səviyyəsi x çıxılsın 2 oldu. Deyir ki, burada DL 10-dur. Bura DL 10-dur. Biz də bu üzə çevirəndə deməli bura nəymiş? 5-miş. Bura 5-miş. Bura da 10-muş deməmişəm. Çevirəndə 10 oldu burada. Biz də bilirik düz dördbucaqlı prizma deyəndə oturacaq düzbucaqlıdır, yan tillər oturacağa perpendilyardır. Deməli nədir? Belə. Bunun da həcmi V bərabərdir. Eni, uzunluğu, hündürlüyü vururuq. 6, 5, x. Bu birində isə 5, 10, 2 çıxılsın 5, 10, 2 çıxılsın 2 eləyəcək. Həcm dəyişmir çevirəndə. Buradan da 5-lər getdi. 6x bərabərdir 12 çıxılsın 20. 4x bərabərdir nə elədi? 20-yə. X bərabərdir 5. Cavab elədi 5. Deməli biz x-i deyir hesablayıb cavab elədi. Nədir? 5-dir. Bunu tapdıq. İndi sizlə keçirik 25-ci məsələnin həllinə. 25-ci məsələmiz necədir? Deyir 6 nəfər sırada düzülüb şəkil çəkdirmək istəyir. Bunlardan Nihad və Murad yan-yana oturmaq istəmədiklərinə görə neçə fərqli düzülüşlə şəkil çəkdirmək olardı? Əgər şəkil çəkdirmək Nihad, Murad yan-yana da olsaydı, eləyəcəkdi bu 6 faktorial, o da eləyəcəkdi nə? 720. Amma burada Nihadla Murad yan-yana düşməməlidir. 6 nəfərdir. Deməli 1, 2, 3, 4, 5, 6 nəfər. Nihad gəlib burada otursa, bu künclər, qıraqlarda, onda nə olacaq? Bir hal. Burada Murad da ola bilməz. Onda Nihad oturub, Murad ola bilməz. 4 hal. Burada Murad da ola bilər, 4 dənə adam istənilən biri otura bilər. 4 hal, 3 hal, 2 hal, 1 hal. Bu da Nihad bu başda da bu sayda otura bilər, bu başda da olsa. Onda olacaq bu halda oldu 2 vurulsun. Buradan bura 4 faktorial. 4 vurulsun 4 faktorial. Bu da nəyə bərabər oldu? 96, 192 hal.
Bu cür. Amma ortalarda Nihad gəlib otursa, burada otursa, burada neçə hal var? Bir hal. Murad burada oturanmaz. Deməli burada 4 hal. Murad burada da oturanmaz. Burada 3 hal. Amma qalan hallarda bu 3 dənənin istənilən birində Murad otura bilər. Murad 3 nəfər qalıb. Onda burada 3, 2, burada 1. Onda cavab eləyəcək 4 vurulsun 4 faktorial vurulsun 3 eləyəcək. O da bərabərdir. 12-ni 24-ə vuranda 288, 192 üstə gəl 288. O da eləyir 480. Bunu mən sizə başqa üsulla da, ikinci üsulla da həll edəcəm. İkinci üsulumuz necədir? 6 nəfərdir. 6 nəfər nə eləyər? Nihad, Murad. 6 nəfər dedik ki, neçə hal olur? 6 faktorialdır. Çıxılsın. Nihad, Murad, burada otursan Nihadla Murad alınmadı. Burada bunların da neçə halı var? 2. Burada alınmadı. Amma qalanları edəcək 4 faktorial. Burada da otursa alınmadı Nihad, Murad. Burada da bu tərəfə baxmır o. Nihad, Murad. Nihad, Murad. Bunlar alınmır. Nihad, Murad. Biz də bilirik ki, burada neçə haldır? 5 dənə hal. Nihad, Murad yerləri dəyişik ola bilər bu izdə. 2 faktorialdır. Bir də vurulsun. Yerdə neçə nəfər qaldı? Burada oturanmaz da, onda 4 faktorial. Onda bu nəyə bərabər oldu? 720 çıxılsın 10, 4 faktorialda 20, 240. Nə qədər elədi? 480. Bu geriyə baxmayaraq, geridə ucu oturublar. Nihad, Murad ikisi yan yana burada oturanmaz, burada oturan, burada. Bu da eləyir, nə? Bunların da yeri dəyişikliyi ola bilər. 2 faktorial neçə haldır? 5 hal. Nihad, Muraddan sonra 4 nəfər qalır, o 4 nəfərdə 4 faktorial. Bununla da ikinci üsulla da bu məsələni izah elədik. Məsələnə düzgün yanaşanda cavabı da problem olmadan alınır. İndi isə 26-cı məsələnin həlli. 26-cı məsələmiz necədir? Deyir, bərabər tərəfli üçbucaqların perimetrləri üçün P1 çıxılsın P2 nəyə bərabərdir? P2 çıxılsın P3. Olarsa AB-də bərabərdir 24 olarsa, deyir P1 üstəgəl P3-ü tapın. P1 üstəgəl P3-də P3 bu izə keçsə P2 nəyə bərabərdir? 2P2-yə. Bunu tapmalıyıq bu. 2P2. Ya 2P2-ni ya P1 bunlar bir-birinə bərabərdir. Biz də bilirik, bunlar bərabər tərəflidirsə A1, 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 A2, 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 A3, A3, A3'dür. A1 üstəgəl A2 üstəgəl A3 nədir? Deyir, AB məsafəsi 24'dür. Onda A3 nəyə bərabərdir? 24. Bunun hər tərəfini 3'ə vursam, 3A1, 3A2, 3A3 nəyə bərabərdir? 72'yə. Bu da əslində P1'dir. Bu P2'dir. Bu da P3'dir. P1, P2 plus P3 nəyə bərabərdir? 72. Biz də bilirik ki, P1 ilə P3'ün cəmi nədir? Burada yazılıb ki, 2P2'dir. 2P2, o da P2. 3P2. 3P2 nəyə bərabərdir? 72'yə. Onda P2 nəyə bərabərdir? 24'ə. Biz isə tapmalıyıq neçə? P1 ilə 2P2'ni. P1, P3 nəyə bərabərdir? 2P2'yə. 2P2 də nədir? 2 vurulsun 24'dir. Nə qədər elədi? 48. Bildin? Beləliklə bu məsələni də həll eləmiş olduq. İndi 27-ci məsələni həll edək. 27-ci məsələmiz necədir? Deyir, bərabərsizlik, 3 dənə bərabərsizliklər sistemi verilir. Birinci, bu belə mötərizə bilməlisiniz ki, birgəlikdir. Bu həllə bu həllin birləşməsidir.
İkinci halda belə mötərizə verilib. Bu hal x böyük bərabərdir 4, x kiçik bərabərdir m. Burada bu həllərin kəsişməsini götürməli. Bu üçüncü də 2 qat bərabərsizliyidir. 4x mx 2 qat yox, adı bərabərsizlikdir. Mx çıxılsın üstəgəl 8-dir. Üstəgəl 8-dir. Biz də bilirik, deyir ki, m-in istənilən qiymət. Baxıram, m-in istənilən qiymət. Bunu da götürə bilərik, bunu da ikisi də həllər çoxluğuna daxildir. 1, 2, 3. Bu A 1-ə aiddir. Ən azı x böyüdür 4 həllidir. M bərabər 4 olduqda həlli yoxdur. Bura 4 yazsam, 4x böyük bərabərdir 4x üstəyə 8 eləyir. Onda 0 kiçik. 4x-ün isə 8 gələn ifadədən böyük olmaz. Onda nədir? X daxildir, boş çoxluq. Yəni 0 kiçik bərabərdir, eyni güclü bərabərsiz. Yəni bu da olmaz. Deməli, bunun həlli boş çoxluq. Deməli, həlli yoxdur. Həlli yoxdur, 4-dən həlli olmayan hansına aiddir? 3-ə. B bəndi. M bərabər yeganə. Burada 4 olsa, bir dənə 4 bunun həlli olur. Ortaqları 4 eləyir. Deməli, bura 4 olduqda yeganə həlli var. C. M bərabər 4 olduqda bura 4 versəksə, mənfi sonsuzdan mənfi 4-ə qədər bu həldir. 4-dən də bir yana bu həldir. Mənfi sonsuzluq, müsbət sonsuzluq edir. Bura D. 1-ə D. M bərabərdir 0 olduqda deyir həlli yoxdur. Bura M-ə 0 versək, M-ə 0 versək, x 0-dan kiçik, bunların həllərinin ortağı olmayacaq. X kiçik bərabərdir 4, yox, böyük bərabərdir 4, x kiçik bərabərdir 0. 0-dan kiçik olan 4-dən böyük olmaz, bunun həlli boş çoxluqdur, Y bəndi. 2-yə Y bəndi uyğun gəldi. Deməli, cavab elədir A, D, C, Y, B. Biz 27-ni də həll eləmiş olduq. Keçirik 28-ci çalışmanın həll elə. 28-ci çalışmamız necədir? Deyir ki, belə bir konus formasında olan borc səni birinci kran vasitəsilə deyir 12 dəqiqəyə dolur. İkinci kran vasitəsilə dolu çən 24 dəqiqəyə boşalır. Çən boş vəziyyətdə olduqda əvvəlcə birinci kran açılır və 4 dəqiqə sonra bağlanaraq ikinci kran açılır. İkinci kran açıldıqdan 1 dəqiqə sonra çəndə qalan suyun həzmi hesablayın. Pi də bərabərdir deyir 3-dür. Pilərin yerinə 3 yazacaq deyir. Biz də bilirik ki, 12 dəqiqəyə dolduran 4 dəqiqə açıq qalırsa, 12-də 4-ü nə eləyəcək? Dolacaq. Və 24 dəqiqə dolu çəni boşaldan 4 dəqiqə açıq qalsa, 1 dəqiqə açıq qalır. 1 dəqiqə sonra 24-də 1-i boşalacaq. Onda qalan, bakda qalan bu oldu. Bunları da orta məxrəci 24, 8 çıxılsın 1 bərabər 24-də 7 hissəsi dolu qalacaq. Hissədir bu. Deyir ki, çəndə qalan suyun dəqiq həcmini tapın. Ölçülər də burada verilib. Bu R-dir. Bu da bilirik H-dir. Onda bunun konusun həcm düsturun deməli bu qabın həcminin 24-də 7-si qalacaq. 24-də 7 V. Konusun V konus. Konus boyda. O da bərabərdir 24-də 7. Konusun həcm düsturu bilirik 3-də 1 pi r kvadrat nədir? H-dir. Bunların da qiymətin yerinə yazsam, vurulsun 3-də 1, vurulsun p-nin də yerinə 3 yazıram, vurulsun r kvadrat. R də 4-dir, 4-ün kvadratı, h da 6-dır. 4 ilə 6 kvadrat gedir, 4, 6, 24 getdi. 3-də getdi burada, 1, 1. 4 bir dənə burada qalmışdı, 4-də 7, 28 desimetr kub nə eləyər? Biri 4 dəqiqə açıq qalsa, dolsa və 1 dəqiqəyə də açıq qalıb boşalsa, bu qədər desimetr kub həcmdə su qalır. İndi isə sizlə eləyirik 29-cu çalışmanı. 29-cu çalışmanı həll eləmək üçün
Bura eləyəcək y. Hələ bu nədirsə, bu y0-dırsa, bu da y. Bu da h eləyəcək. H da hələ y0-a bərabərdir. Mən y0-ı tapmaq üçün bu x bərabərdir 9. Deyir, bunun həzmi, iştiqlənmiş hissənin həzmini tapın. Mən iştiqlənmiş hissənin həzmini tapmaq üçün bütöv həzmi tapacağam. Ondan bu boş qalan bu ağ hissənin həzm də deyirəm, sahəsini tapacağam. Ağ hissənin sahəsini çıxacağam. Yaxud da ola bilərdi, bunu da tapın, bunu da tapın, toplayın. Ancaq birinci üsulla eləyəcəm. Deməli, bütöv sahəni tapıram. Bütöv sahədə bilirik ki, bura 9-dur. X bərabər 9 xəttidir. Bütöv sahə eləyəcək 0-dan 9-a. Kök adda. Kök adda x-də bilirik, x-dir 2-də 1-dir. 2-də 1 dx. Çıxıram bu boş qalan sahə. Boş qalan sahədə buradan bura bilirik 8-dir. Hündürlüyü də nədir? Buradan bura. Hündürlüyü də tapmaq üçün nə eləməliyəm? X-in yerinə 9 yazmalıyam. Y0 nədir? H y0-a bərabərdir. O da bərabərdir. Kök adda 9-dur. O da nədir? 3-dür. Deməli, bura nədir? 3-dür, tapdıq. 3-dürsə, onda bu sahə nəyə bərabər? Oturacaq, vurulsun hündürlük. 8 vurulsun 3 bölünsün 2-dir. O da, deməli, bütöv sahədən, bu kök adda x funksiyası ilə 0-9 aralığında sahədən çıxacaq bu sahəni. Buradan da biz də bilirik, x üstü 2-də 3 eləyib, 1 artırıram. Qabağa çıxanda getməksin, burada da 3-də 2. 0-9. O da bərabərdir. 3-də 2-ni yazıram burada. 9-u yazıram 3-ün kvadratı. Üstü nə? 2-də 3. X-in yerinə. Çıxılsın, x-in yerinə 0 üstü 2-də 3. Bu da 0 eləyəcək. Bu da çıxılsın 12. Bu da vuranda 2-lər getdi. 3 üstü 3 27. 27-ni də 3-də 2-yə vuranda 3-dən gedir 18. 18 çıxılsın 12 nəyə bərabər oldu? 6-ya. Bu məsələni də həll eləmiş olduq. İndi keçirik sizlə axırıncı məsələnin həllinə. Axırıncı məsələmiz necədir? Belə bir çevrə verilib. Çevrədə deyir ki, M O nöqtəsində olan çevrədə AD bu vətər BY vətərinə bərabərdir. İsbat edin ki, CD də CY-yə bərabərdir. Burada məsələni jurnalın özündə başqa üsulla isbat edirlər. Mən bu üsulla isbat edəcəm. Bu da eğridir. Bilirik ki, bu da eğridir. 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 Bu vətərdə bu vətərə bərabərdir. Onda bu eğrilərdir. Onda nə olacaq? Üçbucaq ADO, üçbucaq ADO iki tərəfi erir. Bir də bu tərəfi də mən. 3 tərəfi məlumdur. Bərabərdirsə, uyğun 3 tərəfi. Onda üçbucaqlar bərabərdir. ADO bərabər olacaq nəyə? Üçbucaq BYO-ya. Buradan da çıxacaq ki, elə bucaq A bərabərdir bucaq B-yə. Yəni, bu bucaqlar bərabərdir. Bu bucaqlar bərabər. Bucaqlar bərabərdirsə, onda yan tərəflərdən də buradan çıxır ki, elə AC bərabər yanlı iki bucağa bərabərdirsə, onda çıxır ki, AC də bərabərdir BC-yə. Bunu da bildik. Bunu da mən AC ilə BC-ni A adlandırıram. Bu da AD, bu da AD. AD ilə BY-ni də AD ilə BY-ni də B adlandırırım. Bura olsun B. Bu da B. Onda biz də bilirik, biz ispat eləməliyik ki, CD bərabərdir CY. CD də bilirik, CY də nəyə bərabər olacaq? A çıxılsın B-yə. Hər ikisi A. Burada da A çıxılsın B-dir CD, burada da CY də A çıxılsın B-dir. Olduğundan ispat olundu. İspat olundu. Əgər izahı bəyəndinizsə, videonu da bəyənin, paylaşın. Daha geniş auditoriyaya yayılmış olsun.
Yeniliklərdən xəbərdar olmaq üçün kanala abunə olun. Kanalda digər abituriyent bir jurnalında çıxan müxtəlif illərin model testlərinin izahı vardır. Hələlik sağ olun, hörmətli dinləyicilər.